Biz müəyyənləşdirdik ki, eramızdan əvvəl 6-cı, 5-ci minillikdən sonra cənubdan proto-Hamis Samilərin əcdadları Şumer ərazisinə gəlir və burada məskunlaşması ilə ön Şumerlər artıq Akkadlarla qarışır və daha sonra Akkad dövləti qurulur. Və həmçinin Subar bəyliyi məcburən üzü yuxarıya doğru, cənuba doğru sıxışır. Və eyni ilə Anadoluya gələn proto-Hind-Avropalıların gəlməsi nəticəsində artıq Anadolu ərazisinə yayılmış proto-türklər məcburən yenidən Xəzərə, Göyçə gölü, Urmi gölü ərazisinə doğru mərkəzə çəkilməyə məcbur olmuşdur. Və həmçinin bunun paralelində daha sonra 1-ci minillikdə Hurilərin Anadolu ərazisinə gəlməsi türklərin yenidən Göyçə gölü və Urmi gölü ərazisinə çəkilməsinə səbəb olmuşdur. Və bu arada qeyd edim ki, Firidun Cəlilovun Urmi nəzəriyyəsində qeyd edir ki, Hurilərin gəlib Anadolu ərazisində qurduğu dövlətdə mitanlarla, türk boyları ilə əlaqədə birlikdə olması nəticəsində qurulmuşdur. Eyni ilə Qara dənizin şimal-qərbində yaşayan Hind-Avropalıların bir hissəsi Hititlər kimi Anadolu ərazisinə gəlmişdi. Növbəti bir hissə isə Qara dənizin şimalını izləyərək Xəzər dənizinin şərqindən üzü aşağıya enmişdi. Və burada günümüz Əfqanistan ərazisində iki qola ayrılmışdı. Bir hissə buradan Hindistana getmişdi. Növbəti bir hissə isə Fars, Kəngər körfəzi, günümüz İran körfəzi ətrafına gəlib burada məskunlaşmışdı. Və onların günümüz İran körfəzi ətrafına gəlib məskunlaşması eramızdan əvvəl 8-ci əsrə təsadüf edir. Və bundan sonra onlar üzü şimala doğru proto-türkləri sıxışdırmağa başlamışdı. Və günümüz İran körfəzi ətrafında Türk Bars boyu ilə qarışan Hind-Avropalılar daha sonra Bars Türk boylarının adı ilə Fars adlanmışdı. Və bu Hind-Avropa Türk qarşımı olan Farslar daha sonraki dönəmdə Midiya dövlətində üstünlüyü ələ keçirəcəkdir. Farsların bu ərazidə hakimiyyəti ələ alması Midiya şahı, hökmdarı Astiaqın ölümündən sonra Astiaqın qız nəvəsi olan Kirin hakimiyyəti ələ alması və Əhəmənilər dövlətini qurması ilə bağlıdır.